Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə nə qədər dövlət rüsumu təyin olunub? Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar 3 iş gün ərzində verildikdə 30 günədək 30 manat, 60 günədək 60 manat, bir iş gün ərzində verildikdə isə 30 günədək 50 manat, 60 günədək 100 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. Yetkinlik yaşına çatmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı müvafiq qərar 3 iş gün ərzində verildikdə 30 günədək 15 manat, 60 günədək 30 manat, bir iş gün ərzində verildikdə isə 30 günədək 30 manat, 60 günədək 60 manat məbləğində dövlət rüsumu tətbiq olunur. Qeyd edək ki, itirilmiş müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə dövlət rüsumu 20 manat məbləğində müəyyən olunub.